Və aleykum selam və rahmetullahi və berekatuh. Sual verilir. 5 şey vardır ki, qeybdəndir. Onun sirrini yalnız Allah bilir. O hədisin mətnini və şərhini deyərdiniz, deyə sual göndərilmişdir. Sualın cavabına gəldikdə. Elhamdülillahi vahdə. Vəssalatu vəssalamu alə mən la nəbiyyə ba'də. Amma ba'd. Bəli, değerli Müslümanlar ve değerli grup iştirakçıları. 5 şey vardır ki, onun sirrini, onun cevabını Allah bilir, necə olacağını. Həmən hədisin ilk öncə mətnini oxuyaq və sonra həmən hədisi Qur'anla və şərh etməyə çalışaq. Hədisin mətninə gəldikdə. Hədisi İbn Ömer radıyallahu anhuma rivayet etmiştir. Hadis sahihdir. Hadisi İmam Bukhari sahih olarak 1039 sayılı hadis qeyd etmiştir. Eyni zamanda həmən hadisi İbn Hibban'da sahih olarak öz sahih əsərində qeyd etmiştir. Hadisin sayı İbn Hibban'da 71'dir. Hadisin mətni belədir. Miftahul gaybi xamsun لا يعلمها إلا الله لا يعلم أحد ما يكون في غد ولا يعلم أحد ما يكون في الأرحام ولا تعلم نفس ماذا تكسب غدا وما تدري نفس بأي أرض تموت وما يدري أحد متى يجيء المطر رواه El-Bukhari. Hadisin mənası budur ki, qeybin açarı 5'dir. Onu Allah'tan başqa kimsə bilməz. Heç kəs bilməz ki, sabah nə olacaq. Heç kəs bilməz ki, qarındakı uşaq nə olacaq? Yəni, erkək mi, dişi mi? Heç kəs bilməz ki, sabah nə qazanacaq? Heç kəs bilməz ki, harada öləcək? Və heç kəs bilməz ki, nə zaman yağış yağacaq? Bu hədisin mənası idi. Hədisin şərhinə gəldikdə. Dəyərli müsəlmanlar, təbiidir ki, biz bu hədisi dinləyəndə, hədisin içində bir neçə məsələ anında beynimizdə fikir oyadır ki, məsələn, qarındakı uşaqların nə olacağını kimsə bilməz, bəs müasir elm onun oğlan qız olduğunu deyir. Kimsə bilməz, yağış nə zaman yağacaq, bəs meteorologlar bəs bu günləri bu haqda məlumat verirlər. Bəli, bax, bunu kimi bir neçə suallar insanı düşündürür. Amma gəlin bunu biraz şərhinə, dərinə girsək, görəcəyik ki, məsələ düşündüyümüz kimi deyil. Əvvələn bu hədisi Allah Subhanahu taalanın möhtərəm kitabı olan Qur'an-ı Kərimdə Luqman surəsi 34-cü ayədə də eyni bu hədisə bənzər bir mətn vardır. Ayə belədir. Əuzu billahi minəşşeytanirracim. İnnəllaha indehu ilmus saati və yunazzilul gaythe və ya'lemu ma fil arham وما تدري نفس ماذا تكسب غدا وما تدري نفس بأي أرض تموت إن الله عليم خبير. Lokman 34. Həqiqətən də qeybin açarı Allahdadır. Yağışı o endirir. Qarınlarda nə olacağını o bilir. Sabah kim nə qazanacağını bilməz.
Heç kəs bilməz harada öləcəyini, həqiqətən də Allah hər şeyi biləndir və hər şeydən xəbərdardır. Bəli, ayə bir daha hədisi daha da qüvvətləndirdi və əsla möminlərdə şək qalmadı ki, burada, bu sözlərdə bir ziddiyyət ola bilər. Bəli, indi bir qaydaq həmin hədisin mətninə görək, bunlar tam olaraq nə anlam daşıyır? Heç kəs bilməz sabah nə olacağını. Bu sözün altında həm də qiyamətin nə vaxt qopacağınıdır. Sabah nə olacağını kimsə bilməz. Elə bunu böylərimiz də necə gözəl buna şərh vermişdirlər. Demişdirlər ki, gün doğmamış nələr doğar. Yəni, sabah nə olacağını heç kəs bilməz. Bugün biz müəyyən planlar qura bilərik. Belə edəcəyəm, belə edəcəyəm. Amma gün doğmamış bir də görürsən ki, daha nələr qarşıya çıxdı, ya xeyirli, ya şər, biz düşündüyümüzü edə bilmədik. Əslində, bunu anlamaq heç də çətin deyil. Bu, hər kəs üçün rahat qəbul olunur ki, sabah nə olacağını Allah bilir. Biz bugün çox planımız ola bilər, Allah isə tam olaraq öz istədiyini icra etdirir. Bu, Allahın elmi çərçivəsindədir. Allah bilir sabah nə olacaq. Kimsə bunu bilə bilməz. Bu, qeybdən xəbər verənlərin şarlatan olduğunu göstərən dəlildir. Həm ayə ilə, həm hədis ilə. Yəni, kim desə ki, sən belə et, elə olacaq, sənin üçün yaxşı olacaq, bu cür məlumatlar belə göstərir, bu, o qeyb elmidir, ondan danışan şarlatandır. Burada yalnız müstəsnadır praktiki elm. Yəni, bir insan əsaslandırsa sözünü, deməli, o qeybdən xəbər deyil, o elmdən xəbərdir. Məsələn üçün, bir mütəxəssis usta sənə deyir ki, sən evini bu şəkildə tikmə. Tiksən, 1 il, 2 il ərzində o ev çökəcək. Məsələn, bu ərazidə tikmə, burada su qalır, su sənin evinin bünövrəsini yiyər və evin çökər, 1-2 il çəkməz evin çökər. Bu iş bu cürə baş versə, o zaman deyilməz ki, həmən usta münəccimdir və yaxud da ki, falçıdır. Bunun cavabı budur, o mütəxəssisdir. Praktiki olaraq torpağın nəmliyini ölçür və tikinti materiallarını ölçür və bilir ki, bunlar buna bu qədər müddətə tabi gətirə bilər. Və yaxud da ki, hər hansı bir miniyə yüklənən yük, sürətinin ölçümü, bütün bunlar belə sürsən 1 saatdan sonra mühərrik dayanacaq, işləməyəcək. Bu qeybdən xəbər deyil, bu mütəxəssisin diaqnozudur. Bəli, bu icazəlidir, hətta bu tövsiyə olunandır ki, Allah Subhanahu taala Qur'an-ı Kərimdə də bir iş gördükdə biri-birinizlə məşvərət edin demişdi. Yəni, mütəxəssisdən soruşun. Bilməyənlər bilənlərdən soruşsun. Bütün bunlar Qur'an-ı Kərimdə, yəni işini elə qur ki, sabah peşiman olmayasan. Bəli, sabahdan mütəxəssis xəbər versə, bu qeyb deyil, bu elmi praktikadır. Amma kimsə falçılar kimi, mən belə görürəm, mən yuxuda gördüm, belə olacaq, bax, bunlara etimad etmək icazəli deyildir. Burada ikinci məsələ, qarınlarda olanların nə olduğunu. Bəli, bax, bu insanların çoxunda şübhə doğurur ki, uşağın nə olacağını heç kəs bilməz Allahdan başqa, bəs bugünkü müasir aparatura göstərir uşağın nə olacağını. Baxın, dəyərli insanlar, unutmayaq, Allahın Resulü sallallahu aleyhi və səlləm demişdir, uşaq 40 gün ət parçası olur, qan laxtası olur, 40 gün qan laxtası. Baxın, ikinci 40 gün ət parçası, üçüncü 40 gün insan əmələ gəlir və ona
ruh üfürülür. Deməli, birinci 40 gün, ikinci 40 gün, bu 80 günün ərzində tam olaraq insan əmələ gəlir. İnsan özü düzələnə qədər heç kəs bunun cinsini yönəldə bilməz. Yəni, bugün elə bir elm yoxdur ki, uşağı yönəltsin ya erkək olmağa, ya dişi olmağa. Bax, məsələ budur. Yəni, uşağın nə olacağını bir kəlmə ilə Allah deyir. Hələ uşaq əmələ gəlir, cinsi yoxdur. Əmələ gəlir hələ, cinsi yoxdur. Tam olaraq yoxdur, ha, qan laxtasıdır, ət parçasıdır, ətin içinə sümüklər dolur, sümüklər əmələ gəlir, heç nədən. Amma hələ onun erkəkmi, dişimi olması cinsi təyin olunmamışdır. Və onu Allah Subhanahu taala təyin edir. Və bunu o övladın erkəkmi olması, həmən embriyonları erkəkəmi yoxsa dişiyəmi yönəldən Allahdır. Heç bir elm onu yönəltmir. Elm bizə haçan xəbər verir? Uşaq tam olaraq hazır olduqdan sonra, cinsiyyəti ortaya çıxdıqdan sonra aparatlar baxıb göstərir ki, bəli, bu uşaq oğlandır və yaxud da ki, qızdır, gözləriniz aydın olsun kimi. Bəli, deməli, elm onu yönəltmir erkəyə yoxsa dişiyə. Yönəldən Allahdır, həm də bir kəlməsi ilə. Onu filan cinsdən edin, ona filan qədər ömür verin, onun xoşbəxtmi, bədbəxtmi olacağını bu səviyyədə olacaq və onun ruzusu bura qədər olacaq. Bax, bunları Allah Subhanahu taala təyin edir, 120-ci gündə insana qədər göndərilir. Tamam olur. Bəli, deməli, yönəldən Allahdır, elm deyil. Hələ ki, bugünə qədər kimsə elə bir elm tanımır ki, o insana, insanın istədiyi övladı verə bilsin. Yəni, oğlanmı, qızmı? Bəli, bu da bunun cavabıdır. Və sonra burada kimsə sabah nə qazanacağını bilməz. Bu, qiyamət günü Allahın huzurunda sənin nə olduğun bilinmir. Nə olduğun bilinmir. Bu iki mənadan biridir. Bəziləri buna bu mənanı verir. Yəni, sabah nə qazanacağını bilməzsən, yəni Allahın qabağında nəsən, sən ona arxayın olma. Əməlinə daim davam et. Daim sən öz üzərində çalış. Çünki Allahın rəsullarının, övliyalarının, şəhidlərin belə qorxduğu günlə qarşılaşacaqsan. Və orada bilmək olmaz ki, sən necə qarşılanacaqsan və ona görə də özünə arxayın olma. Necə ki, daima dünyada özünə arxayın günahkarlar olmuşdur. Sufilər kimi, günahkarlar kimi, rafizilər kimi sinəsinə vurur, başına vurur, kişilər qadın kimi səs çıxardır və sonra da elə zənn edir ki, qiyamət günü bunun halı yaxşıdır, əksəriyyəti namaz belə qılmır və özünü, mən Allahın Rəsulunun nəvəsiyəm, bizim yerimiz yaxşıdır, siz öz gününüzü ağlayın deyə bəzi möminləri ittiham edirlər. Bax, belələri aldanmışdır. Kimsə bilməz sabah nə qazanacağını. Bəli, bu iki mənadan biri budur. Qiyamət gününə aiddir. Bir mənası isə hələ dünyaya aiddir. Yəni, insan vardır ki, bugün biznesini elə qurub ki, hətta o biznes proqramını, biznes planını ortaya qoyur. Bu mənim biznes planımdır, belə etsəm, belə olacaq, belə olacaq, belə olacaq və bir neçə ili göstərir. Məsələn, 3 ildən sonra biz bu səviyyəyə qalxacağıq. Bax, mömin belə yerdə özünə biznes plan qurur. Amma biz ora qalxacaq sözünü deyir. Əgər Allah istəsə, əgər Allah Subhanahu taala tam olaraq düşündüklərimizi qarşılaşdırsa bizi, biz belə ola bilmə ehtimalımız var. Bax, ağıllı mömin proqramını bu şəkildə qurur. Amma cahil isə
iddia edir ki, xeyr, biz bunları etsək belə olacaq. Amma nəzərə almır ki, dünyanın tufanı var, yağışı var, zəlzələsi var, gözləmədiyin planları var, sənin düşündüklərin alt-üst ola bilər və ona görə də plan qurmaq gözəldir. Planını qur, amma daim xəyallarında bu olsun ki, əgər Allah buna izin versə, bu belə olacaq. Və ona görə də kim sabah nə qazanacağını bilməz. İnsan vardır ki, gedib bir tikə çörək üçün, həmən gün özü üçün bir tikə çörək tapsın deyə bir işə çıxır və bir də görürsən ki, küpə tapır. O nə düşünmüşdü, nə baş verdi. Və insan vardır ki, küpə üçün, küpə tapsın deyə bir işlərə addım atır və ölümlə nəticələnir və yaxud da ki, bədbaxtçılıqla nəticələnir. Kimin nə qazanacağını Allah bilir. Və kim harada öləcəyini bilməz. Bəli, bu da heç bir kəsin bilməyəcəyi bir sirdir. Hətta ölüm mələyinə bizim ölümümüz həmən vaxtı göndərilir ki, o həmən gün o işi görəcək. Hətta ölüm mələyinin kitabında belə bizim haçan öləcəyimiz məlum deyil. Bəli, o qorunan lövhədə qeyd olunmuşdur. Hətta Adəm əleyhissalama Allah subhanahu taala bildirmişdir. Bu artıq Adəm əleyhissalamda, Adəm əleyhissalamla bizim aramızda çox şey vardır ki, o bizə tam olaraq məlum, məxsus deyil. Məsələn, Adəm əleyhissalama Allah subhanahu taala bütün nəbilərin ömrünü göstərmişdir. Adəm əleyhissalama hətta öz ölümü belə göstərilmişdir. Amma digər heç bir nəbiyə bu göstərilməmişdir. Adəm əleyhissalamda ilk insanlar bacı qardaş nəsil törətmişdirlər və ondan sonra buna qadağa qoyulmuşdur qiyamətə qədər. Yəni, Adəm əleyhissalam ilk olduğuna görə burada bəzi şeylər var ki, bizdən fərq edib. Və onlardan biri də budur. Adəm əleyhissalama ömrü göstərilmişdir. Amma heç kəsə bu göstərilməmişdir. Və heç kəs bilməz harada öləcəyini. Bəli, bu da heç kəs üçün şübhəli deyil. Bunu da hər kəs rahat qəbul edir ki, bəli, kimsə bilməz harada öləcəyini. Nə qədər insan vardır ki, özü üçün məzar qazdırıb, amma ölüsü belə tapılmayıb. Nə qədər insan vardır ki, gecə-gündüz bəlkə Allaha yalvarır ki, məni bastırsınlar, onu bastırmırlar. Məsələn, bu şarlatan Lenin kimi bir neçə nəfər. Bəli, yəni Allah bilir kim harada öləcəyini. Və ona görə də Allahın Rasulü sallallahu aleyhi və səlləm demişdir ki, Allah öz nəbilərini harada bastırılmasını istəyirsə, orada onun canını alır. Ona görə də nəbilər harada ölübsə, həmən öldüyü yerdə bastırılmışdırlar. Bəli, burada sonuncuda qeyd olunur ki, kimsə bilməz yağışın nə zaman yağacağını. Bəli, bu da bizim düşündüyümüz kimi deyil. Məsələn, biz sinoptiklərin verdiyi məlumatı bəzən etibar edirik. Bu əslində həqiqətən də etibar olunası da elmdir. Çünki bu onların öz istəyi ilə baş vermir. Yəni, biz sinoptiklərin verdiyi məlumatı bir incələyək. Sinoptiklər necə olur ki, onlar bizə məlumat verirlər ki, yağış yağacaq. Halbuki hava bizə görə təmizdir, günəşlidir və onlar deyirlər ki, bugün günortadan sonra hava dəyişiləcək, yağış yağacaq. Onlar küləyin sürətini ölçür və istiqamətini ölçür və siklonların hansı istiqamətdən peyda olduğunu və hansı istiqamətə gəldiyini ölçdükdən sonra onlar hər hansı bir şəhər və yaxud da ki, bölgəyə neçə saatdan sonra buludların yetişəcəyi və yağışın başlayacağını məlumat verir. Bu bir məlumatdır. Bu bir yönləndirmə deyil. Yəni, sinoptiklər istədiyini etmir. Onlar təbiətdə baş verən prosesin
bu istiqamətə gəldiyindən xəbər verir. Bəli, burada ki, deyir, kimsə bilməz yağışın nə zaman yağacağını, yəni burada saat etibarilə deyil. Yəni, yağış yağacaqmı, yoxsa göndərməyəcək yağışı? Bunun ixtiyarı Allahın əlindədir. Çünki buludları o idarə edir. Buludları idarə etmək də dedikdə, Allah Subhanahu taala bu kainatın işlərini əsasən 4 böyük mələkə tapşırmışdır. Məsələn, bildiyimiz kimi, ölüm işlərini ölüm mələyinə, Yahudi və Xristiyanların dediyi ilə Əzrailə, təbiət işlərini Mikailə, təbiət işləri, yəni harada yaşıllıq olacaq, harada quraqlıq olmalı, harada qar, yağış yağmalı, külək əsasən hansı istiqamətdə olmalı. Bütün təbiət işlərini, dənizlərə balıqların gəlməsi və əskilməsi, yerdə torpağın münbitliyinin azalması, çoxalması, bütün bunların əmr Allahdandır. Allah Subhanahu taala qorunan lövhəyə, loh-u məhfuza göndərir proqramı. O proqram oradan gəlir Mikail əleyhissalamın lövhəsinə, ona məxsus bir lövhəyə. O da öz lövhəsindən istiqaməti görür. Görür ki, hə, yağış filan istiqamətdə yağmalı, filan coğrafiyada quraqlıq olmalı, oranın xalqı cəzalandırılmalı, küləklə, zəlzələ ilə, daş yağması ilə, heyvan, həşəratların göydən tökülməsi ilə və ilaxır və ilaxır. Bütün bunlar Allah Subhanahu taalanın loh-u məhfuzda göndərdiyi proqramdır. Oradan da göndərilir Mikail əleyhissalamın önündəki lövhəyə. O da o lövhədən götürüb və öz əlinin altındakılarına bu istiqamətdə bu işlərin baş verməsini əmr edir. Və biz də bu əmirlərdən sonra, bəli, üzərimizə yağış gəlir, qar gəlir, tağırsaq gəlir, külək gəlir və yaxud da quraqlıq gəlir. Nə gəldiyini bizə bu elm xəbər verir. Elm onu yönəltmir. Bax, məsələ budur. Yoxsa yağış yağacaq, bunu Allah bilirsə, o zaman sinoptiklər deyir, o zaman bu sinoptiklər Allaha ortaq mı qoşulur? Xeyr. Bu elmdir və nə gözəl də elmdir. Və bizim də bu cür bundan istifadə etməyimiz, yəni telefonlarımızda hava haqqında məlumatlara baxıb da özümüzə işi buna görə ayarlamağımız qəbahət deyil, icazəlidir. Yetər ki, mömin burada iki məsələyə önəm versin, iki məsələyə. Bir, desin ki, inşallah Allahın izni ilə bu günə yağış gözlənilir. Bir də ki, təvəkkül, yəni o yağış yağacaq deyə tam bağlanmasın sinoptikə, tam bağlanmasın. Yəni qəlbini heç vaxt, heç bir elmə bağlama. Elmdən istifadə et, amma qəlbin bilsin ki, onları dəyişdirən Allahdır. Allah Subhanahu taala ola bilsin ki, tam olaraq özünün də qərarlaşdırdığı bir şey dəyişsin. Bu da mümkündür. Məsələn, Allahın Resulü sallallahu aleyhi və səlləm deyir ki, dua qədəri dəyişdirir. Dua qədəri dəyişdirir. Yəni, ola bilərdir ki, qədərin də dəyişən hissəsi var da. Yəni, 4 şey vardır ki, əsla dəyişmir. O ölüm kimi, ruzu kimi, kimlik kimi məsələlər heç vaxt dəyişmir. Amma ola bilsin ki, bir insana yazılmışdı, yazısında var idi, bugün onun qıçı sınmalıydı. Ola bilsin ki, o bugün elə bir gözəl iş gördü ki, onun o qədərinin qarşısı alındı. Bax, bu mümkündür. Bax, bu mümkün olduğuna görə ola bilər ki, xalqın bir hərəkətinə görə Allah Subhanahu taala bir bəlanı onlardan uzaqlaşdırsın. Necə ki, Yunus əleyhissalamın xalqına bəla tam gəlmişdi ki, dənizin sahilinə çatmışdı. Bəla xalqı elə tövbə etdi, elə diz söküb yalvardı, Allah Subhanahu taala bəlanı soğuşdurdu. İndi həmən vaxtı sinoptiklər desəydi ki, bugün fəlakət olacaq, elə yağıntı olacaq ki, məhv olacaq evlər, şəhər,
Əgər Allah onu dəyişdirsə, sinoptikin günahı nədir ki? Sinoptik düzgün məlumat vermişdir. Son qərar Allahındır. Və ona görə də bəzən sinoptiklərin də verdiyi məlumat yanlış çıxanda o elmin günahı deyil. O Allahın dəyişdirməsidir. Məsələni dəyişdirir. Biz hətta bunun arasında onu da deyim ki, və bəzən olur ki, bir insanın başına böyük bir fəlakətdən qurtulandan sonra, məsələn, həkimlər deyirdilər ki, bu düzəlməz. Sonra bir şeylər oldu, o düzəldi. Və insanlar başlayırlar, sən nə yedin, sən axırıncı dəfə nə yemişdin, onunla bu baş verdi. Bax, bu xətadır. Bu xətadır. O Allahın dəyişdirməsidir. Sən onu yeməkdə axtarma, dərmanda axtarma. Axı elm aciz qalmışdı bunun qabağında. Nə oldu ki, bu dərman onu düzəltdi? Deməli, dərmanlar ümumiyyətlə müalicədir. Yəni, biz onun ziddinə deyilik. Amma bəzən elmin də aciz qaldığı yerdə, dəyişiklik baş verəndə, kimsə nə onu öz hünərindən bilsin, nə də kiminsə hünəri bilsin. O Allahın dəyişdirməsidir. Sürücüdür, elə yüksək sürətlə sükan əlindən çıxır, maşın yerində hərlənir və sonra maşın nədənsə düzəlir, yoluna düz qalır. Və o adam 5-10 dəqiqə sonra özünə gəlir və özünə gəldikdən sonra sabahsı gün baxırsan ki, oturub dostları üçün qəhrəmanlığından danışır. Mən həmin vaxtı əlimi çəkdim nədən, maşın eləyə getdi, mən beləyə çevirdim, belə filan axır çıxartdım vəziyyətdən. Bax, o naşükür quldur. Əslində, o özü bilir ki, özü həmən vaxtı heç nə bacarmadı. O, Allahın birbaşa gördüyü rəhməti idi, onu xilas etdi. İndi biz bilirik xilas etdi. Bəlkə də orada ölsəkdi, onun üçün daha xeyirli idi. Bir də görürsən ki, orada ölmədi, oradan çıxdığına görə dostlarını yığıb başına eyş-işrət məclisi qurur ki, yəni mən hansı vəziyyətdən çıxmışam, bu onun üçün rəhmət deyil, daha bəlaya düşməkdir. Amma kimisi bundan ibrət götürür, ibadətinə qayıdır, ibadətini daha da gücləndirir və kim də ondan soruşanda deyir ki, Allah məni xilas etdi, mən orada heç bir bacaracağım yox idi, bax o xilas olmuş sayılır. Və ona görə də bizə deyəndə ki, sabah nə olacaq və yaxud da ki, yağış nə zaman yağacaq, yəni kimsə proqramı dəyişə bilməz. Buradakı məlumatlar məlumat xarakterlidir. Yəni, sinoptiklər də bizə xəbər verir. Buludlara görə buludu yaradan Allah, siklonları yaradan Allahdır. Hətta bugün, məsələn, bunu bir söz olaraq deyirəm, bütün bilənlər bunu araşdırsın. Siklonların haradan yarandığını heç kəs bilmir. Hələ elm onu bilmir. Ki, biz deyirik ki, bu siklonlar gəlir bizə tərəf. Onun yaranması hardandır? Necə olur ki, bu siklonlar bir yerdə yaranır və üzərimizə yağışı gətirir, nəyisə gətirir. Bax, onu hərəkətləndirən bu siklonlar özü Allahın birbaşa ixtiyarında olub, onlara istədiyi yerdə yaradıb və sürətləndirən Allahdır. Bəli, dəyərli müsəlmanlar, bu qeybin açarları hədisi idi. Hədisi ayə də isbat edir. Ayə ilə də bu göründü ki, bəli, buna heç bir şək şübhə yoxdur. Daha da gücləndirdi. Loqman surəsi 34 və şərhi də müəyyən mənada inşallah bizi biraz da imanımızın artımına səbəb olar və biz bilərik ki, Allahdan başqasına bağlanmaq əsla doğru deyil. Bizdə olan bəzi məlumatlar da Allahın idarəsi ilə baş verir. وَالْعِلْمُ عِنْدَ اللّٰهِ تَعَالَى وَآخِرُ دَعْوَانَا أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللّٰهِ وَبَرَكَاتُهُ